Salam, hörmətli tədbir iştirakçıları. Tamam. Hər birinizi 8 noyabr Zəfər gününə həsr etdiyimiz Arı Bülbül Ətirli Zəfərimiz adlı görüşümüzdə görməkdən çox şadım. Bugünkü görüşümüzdə ATV Newsflash Azərbaycan layihəsinin iştirakçıları olan Bursa şəhər Akçağlayan İhsan Dikmən İlkokulunun ibtidai sinif müəllimi Pınar xanım, Qax rayonu Qaratala kənd orta məktəbinin Azərbaycan dili ədəbiyyat müəllimi İlahə xanım öz yetirmələri ilə iştirak edirlər. Eyni zamanda dəyərli həmkarım, baş leytenant Şəhid Mətləb Cəfərovun xanımı Vüsalə Cəfərova, Sabirabad şəhər 2 saylı məktəb liseyin şagirdləri hazırladıqları ədəbi bədii kompozisiya ilə görüşümüzə rəngarənglik qatacaqdır. Qeyd edim ki, ATV-ning Avropa İttifaqının fasiləsiz təhsil proqramının tərkib hissəsidir və pedaqoji işçilərə əməkdaşlıq etmək, birgə ünsiyyət qurmaq, ortaq layihələr yaratmaq və Avropada ən maraqlı təhsil icmasının üzvü olmaq imkanı vermişdim. Və Türkiyəli həmkarlarımızla ortaq layihəmiz olan Rebuslarla əylənərək öyrənirik layihəsi də 21-ci əsr bacarığı olan İKT bacarıqlarının təkmilləşməsində, şagirdlərimizin dünya görüşünün inkişafında inanıram ki, mühüm rol oynayacaqdır. Və Türkiyə ilə təhsil sahəsində olan əməkdaşlığımız təhsil sahəsində öz dəyərli töhfələrini verəcəkdir. 44 günlük vətən müharibəsi ərzində də kökü bir, dili bir, dini bir olan qardaş Türkiyə daim öz dostluğunu Azərbaycan xalqından əsirgəmədi və xalqımızın haqq səsinin dünyaya yayılmasında mühüm rol oynadı. Və mən əgər biz bugün Zəfər gününü qeyd ediriksə, bu qələbəmizi Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla Azərbaycan ordusuna, Azərbaycan xalqına, şəhidlərinə, qazilərinə, şəhid ailələrinə, şəhid anasına borcluyuq. Və bu məqamda mən sözü dəyərli həmkarım olan, qeyd etdiyim kimi, şəhid baş leytenant Mətləb Cəfərovun həyat yoldaşı Vüsalə xanıma vermək istəyirəm. Vüsalə xanım öz ürək sözlərini bizlə bölüşmək istəyir. Buyurun, Vüsalə xanım. Salam. Hər birinizi salamlayıram. Bugün mənim bu tədbirdə çıxış eləməyim mənim üçün həm çətindir, həm də qürur vericidir. Çətindir ona görə ki, o ruhən aramızda yoxdur. Şəhid baş leytenant bugün aramızda iştirak eləmir. Amma bilirəm ki, onun ruhu hər zaman daima yanımızdadır. Qürur vericidir ona görə ki, mən fəxr eləyirəm ki, belə bir vətənpərvər, cəsarətli, igid bir insanın həyat yoldaşıyam. O həm ata kimi, həm həyat yoldaşı kimi, həm öz valideynlərinə bir oğul kimi, bacı qardaşına qardaş kimi mükəmməl bir insan idi. Yəni, həyatında yaşadığı müddətdə davranışları deyimmi, hərəkətlərimi deyim, mükəmməl biri idi. Hər zaman nəzakətli, tərbiyəli, ətraflarındakı insanlara qarşı çox hörmətli bir insan idi. Yəni, onun haqqında kimdən soruşsaq, əlbəttə ki, qürur verici sözlər deyib danışacaqdır. Ona görə də bu, mənim üçün bu bir fəxrdir. Fəxr hissidir ki, elə bir insanla 17 il həyat sürmüşəm. Bu mənim üçün yetərlidir. Mənim 2 övladım var, bilirsiniz. Yəni Elvira müəllimə də bilir həmkarım. O hər zaman onları vətənpərvər görmək istəyirdi. Necə deyim, Azərbaycan xalqına, vətənimizə layiqli bir övlad kimi yetişdirmək istəyirdi. Mən bu gün də çalışıram ki, onun arzularını həyata getirim. Onun adına, sanına, şərəfinə layiq bir övlad yetişdirim. Mən istəyərəm bütün şəhid xanımları mənim kimi hər zaman qürurlu olsunlar.
Bu acını qəlbimizdə yaşadırıq. Ömrümüzün sonuna qədər də biz bu acı ilə yaşayacağıq. Amma eyni zamanda biz onunla bir ömür fəxr edəcəyik. Və bu dəyər bizim üçün yetərlidir. Ona görə də onun haqqında bir də onu demək istəyirəm ki, Vətən öz Facebook səhifəsində getməmişdən öncə də qeyd eləmişdi müharibə başlayanda ki, vətən bizi çağırır, getmək boynumuzun borcudur. Hər zaman deyirdi ki, vətən çağıran kimi mən gedəcəm. Baxmayaraq ki, o müharibə başlayanda istirahətə getmişdi, yəni sağlığı ilə, səhhəti ilə bağlı biraz problem olduğu üçün Naftalan şəhərinə getmişdi. Müharibə çağırış gələn kimi o vətənin çağırışına səs verdi. Öz istirahətini yarımçıq qoydu və vətən üçün xidmətə getdi. Uşaqlarını, övladlarını məni də onlara tapşırdı. Şəhidlərimiz heç zaman unudulmur. Mən inanıram ki, xalqımız, istər qardaş Türkiyə olsun, istər Azərbaycan xalqı olsun, heç zaman şəhidlərimizi unutmayacaq. Onların adını, sanını yaşadacaq. Onları hər zaman fəxrlə yad edəcək. Hamınıza tədbirdə iştirak edən bütün şagirdlərimizə, müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, təşəkkür edirəm. Oldu. Çox sağ olun. Minnətdaram sizə, Salih xanım. Çox sağ olun. Buyur. Mən sözü Pınar xanıma vermək istəyirəm. Öz yetirmələri ilə çıxış edəcəklər bugün. Buyurun Pınar xanım. Tekrar merhaba. Sağ olun. Sesim geliyor değil mi? Bir sıkıntı yok. Bəli, eşidirik. Buyurun. Tamamdır. Biz çok mutluyuz bugün bu etkinlikte beraber olduğumuz için bu önemli günde. Türkiye ve Azerbaycan ilişkileri hep dostane olmuştur. Biz öğrencilerimizle de hani Azerbaycan dediğimizde hemen kalp yapıyor öğrencilerim. Gerçekten kardeş ülkeler birbirlerine hep destek oldular. İki ülke halkı da bunu hep hissediyor bence. Öğrencilerimden Ebru bir şey söylemek istiyordu aslında. Ebru bugün bahsetmek ister misin? Hani bana bir şey söylemiştin. Ebru'cum. Öğretmenim benim babam Gence'den geldi, Azerbaycan'ın oradan Türkiye'ye. Evet. O yüzden de Ebru'yu seçtim zaten. Ebru ve Selim ikisi de çok mutlular, heyecanlılar. Selim sen bir şey söylemek ister misin? Çok mutluyum ve çok teşekkür ederim. Evet. Çox sağ olun. Biz də sizə təşəkkür edirik. Tamamdır. Buyurun. Bu kadar. Bəli. Buyursun İlahə xanım. Buyurun İlahə xanım. Eşidirik sizi. Çox sağ olun Evra müəllimə söz verdiyiniz üçün. Mən də bugün burada olan bütün tədbir iştirakçılarını salamlayıram. Hər birini qələbə münasibəti ilə təbrik edirəm. Əlbəttə ki, bizim bu qələbəmiz asan başa gəlmədi. İgidlərimizin qanı, canı hesabına oldu əlbəttə ki. Və ona görə də ilk öncə biz şəhidlərimizi xatırlamalıyıq, anmalıyıq. Onların qarşısında, onların ruhu qarşısında baş əyməliyik və onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Onların əgər nəsə narahatçılığı varsa, tezliklə Allahdan onlara şəfa arzulayıram. Və bu 44 günlük müharibədə siz də qeyd etdiyiniz kimi biz çətin günlər yaşadıq. Düzdür, bu qələbə bizə asan başa gəlmədi, amma bu qələbəni biz nəhayət ki yaşadıq və artıq az vaxt qalıb ki, bir ilini qeyd edəsiyik. Və bu 44 günlük müharibə ərəfəsində bizə daim maddi və mənəvi dəstək olan qardaş Türkiyə ölkəsinə təşəkkür edirəm. Tarixən də bu belə olmuşdur. Hər zaman onlar bizə kömək ediblər. İndən sonra da hər zaman kömək edəcəklər. Biz var olduqca, Azərbaycan var olduqca hər zaman Türkiyə ilə bir olasıdır və Türkiyədə var olduqca biz hər zaman onun yanında olasıyıq. Və hər birinizə təşəkkür edirəm. Sağ olun. Oldu. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun çıxışınız üçün. Mən bu məqamda Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu haqqında elə danışmışkən,
İstəyirəm Ebru və Səlim Azərbaycan-Türkiyə şeirini səsləndirsinlər. Buyurun. Tamamdır. Evet, Ebru'cum. Bir ananın iki oğlu, bir amacın iki kolu. O dolu, bu dolu Azerbaycan Türkiye. Dinimiz bir, dilimiz bir, ayımız bir, yılımız bir, aşkımız bir, yolumuz bir, Azerbaycan Türkiye. Bir milletiz, iki devlet, aynı arzu, aynı niyet. Her ikisi de Cumhuriyet, Azerbaycan Türkiye. Birdir bizim her halimiz, sevincimiz, mealimiz, bayraklarda hilalimiz, Azerbaycan Türkiye. Ana yurtta yuva kurdum, ata yurda gönül verdim. Ana yurdum, ata yurdum, Azerbaycan Türkiye. Çox sağ olun uşaqlar. Var olasınız. Teşekkür ederim. Alqışlar. Təşəkkür edirəm. Çox sağ olun. İlahə xanım, buyurun. Yetirmələrinizə söz verək. Uşaqlar, hazırsınızmı? Aylin, eşidirsən müəllimi? Ben de hazırım. Bəli, Aylin, eşidirsənsə şeirini deyərdin bizə. bəli. Türkiyə, Azərbaycan bir-birinə bənzəyir. Əkiz qardaşlar kimi. Tanınıblar ən əziz, dostlar, sirdaşlar kimi. Ləhcələri şipşirin. Harda var belə sərvət. Müdriklər yaxşı demiş, bir millət, iki dövlət. Sən bir möcüzəyə bax. Biri ürək, biri can. Türkiyə, Azərbaycan. Ay ulduz nişanlıdır. Möhtəşəm bayraqları. Şimşək kimi çaxıblar, tapdan anda xalqları. Ləkəsiz bir aynadır. Dənizləri, gölləri. Can deyib can eşidib, obaları, elləri. Sağ ol, Aylin. Davam eləyək Elvira müəllimə, yoxsa Bəli, növbə ilə bəli. mi eləyək? Buyurun. Buyurun. Cəsur da desin şeirini. Cəsur eşidirsən? Gelmedim. Dua Danış. ettim, ulu tanrım dadıma yetti. Eren yurdun el birleşti, oğul büyüttü. Yadda saxla babalardan qalan öğüdü. Vətənlə, torpaqla sevgi əmanət. Oldu, sağ ol Çox Cəsur. sağ ol. Cəsur. Sonra kimin şeiri var uşaqlar? Lamiyə. Sən mənə anasan, anamdan əziz. Sənə məhəbbətim dənizdir, dəniz. Ömrümün bir anı keçməsin sənsiz. Ey mənim vicdanım, qəlbim. De nemət var mıdır səndə olmayan? Sərvətdən, qüdrətdən yorulmayan. Sönməz bir məşəlsən şərqə nur yayan. Qara qızılındır, damarda qanın. Eşqinlə dolanır Azərbaycanla. Vurulur bir dəfə hüsnünə baxan. Göy gölə kəpəzlə bəzənib yaxan, Füzuli şeirini oxuyanda xan, dünyaya yayılır sözüm dastanım, sən də ucalırsan Azərbaycanım. Sağ ol Lamiyə. Çox sağ ol qızım. Kimin şeiri qaldı? Nazilə. Bəli. Müəllim, mən deyirəm. De. Ürəyim sən döyünürsən sinəmdə, odva yurdum, nəfəsimsən sən mənim. Qürurumsan, damarımda qanımsan, Azərbaycan mənim ana vətənim. Ürəyimdən tükənməz məhəbbətin, dünyaya sən salıb sənin qüdrətin. Əzəlimsən, bugünümsən, sonumsən, Azərbaycan mənim ana vətənim. İgidlərin saya gəlib sayılmaz, tarixinə od salıbdır silinməz. Oğlun qızın kimsələrə əyilməz, Azərbaycan mənim ana vətənim. Azərbaycan sənsən mənim, ülviyyətim, şan şöhrətim, adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Nəfəsimiz Babəklərin, Sabirlərin od nəfəsi, mahnımızda yaşar bizim babaların ayaq səsi. Biz tarixə sığınmadıq, dünən varıq, bugün varıq. Biz keçmişə güvənərək gələcəyə addımlarıq. Azərbaycan mənim eşqim, mənim andım, mənim anam. Biz ikimiz bir torpaq, mən də sənin bir parçanım. Sağ ol Nazilə. Təşəkkür edirəm hamınıza. Sağ olun. Çox sağ olun uşaqlar. Benim de şiirim var. Mələyi unutmuşam Elvira müəllimə. Buyurun Ələk. Mələk sən də şeirini.
Yollarında tikan olsa, yenə yolum, önüm sənsən. Can vətənim, ana yurdum, qurban olsun canım sənə. Gözəl yurdum, gözəl elim, can könüldən ayrılarmı? Mənim könlüm, canım sənsən, səndən özgə canım varmı? Sağ ol Mələk. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. İndi isə sözü verək Nəriman Nərimanov adına 2 saylı məktəb liseyin şagirdlərinə. Buyurun. Nəzrin. Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq. Sönmədən yurdumun üstündə yanan ən son ocaq. O mənim millətimin ulduzudur parlayacaq, o mənimdir. O mənim millətimindir ancaq. Çatma, qurban olum çöhrənə ey nazlı hilal. Qəhrəman xalqıma bir cür, nə bu şiddət, bu cəlal? Sənə olmaz tökülən qanlarımız sonra halal, haqqıdır, haqqa tapan, millətimin istiqlal. Mən əzəldən bəri hür yaşadım, hür yaşaram. Hansı çılğın mənə zəncil duracaqmış, şaşaram. Kükrəmiş içməyən bəndimi çeynər, aşaram. Yırtaram dağlara, ənginlərə sığmam. Daşaram, bastığım yerləri torpaq deyərək, keçmə, tanı, düşün. Düşün altındakı minlərcə kəfənsiz yatanı. Sən şəhid olursan, incitmə, yazıqdır atanı, vermə. Vermə dünyaları alsan da bu cənnət vatanı. Kim bu cənnət vatan uğrunda olmaz ki fəda? Şühəda fışqıracaq torpağı sıxsan, şühəda, canı, cananı, bütün varımı alsın da xuda, etməsin tək vətənimdən məni dünyada cüda. Dalğalan sən də şəfəqlər kimi, ey nazlı hilal, olsun artıq tökülən qanlarımın hamısı halal. Əbədiyyən sənə yox, xalqıma yox bil ki zaval, haqqıdır hür yaşamış bayrağımın hürriyyət. Haqqıdır haqqa tapan, millətimin istiqlal. Bəli, çox sağ ol Nəzrin. Təşəkkür edirəm. Məhəmməd Akif Ərsoyun möhtəşəm əsərini dinlədik. Çox sevirəm mən bu əsəri. Və Məhəmməd Akif Ərsoyun qeyd etdiyi kimi, Allah bir daha vətənimə istiqlal marşı yazdırmasın. Allah bir daha Azərbaycan xalqına bu müharibə dəhşətini, ağrısını, acısını yaşatmasın. Çox sağ ol, təşəkkür edirəm Nəzrin. Sözü verirəm Sübhan və Nihala. Buyur Nihal. Ey mavi göklerin beyaz ve kızıl süsü, kız kardeşimin gelinliği, şehidimin son örtüsü. Işık ışık, dalga dalga bayrağım. Senin destanını okudum, senin destanını yazacağım. Sana benim gözümle bakmayanın mezarını kazacağım. Seni selamlamadan uçan kuşun yuvasını bozacağım. Nihal. Dalgalandığın yerde ne korku ne keder. Gölgende bana da yer ver. Sabah olmasın, günler doğmasın ne çıkar. Yurda ay yıldızının ışığı yeter. Çox sağ olun, uşaqlar. Sözü verirəm Fatimə Cəfərzadəyə. Buyur qızım. Fatimə, mikrofonu aç. Ben. Bəli. Ey üst rəngin vəhdəti, xalqın şanı şöhrəti, millətimin qüdrəti, Azərbaycan bayrağı, səmalarda havalan, buludlarda çalxalan, zirvələrdə dalğalan, Azərbaycan bayrağı, ucal, sən ey haqq səsi, Üzeyrin bəstəsi, Qarabağ şikəstəsi, Azərbaycan bayrağı, dalğalan ölkəmizdə
Yerdə, göydə, dənizdə, İrəvanda, Təbrizdə, Azərbaycan bayrağı. Ey istiqlal şarı, ey hürriyyət əfkarı, şəhidimin vüqarı, Azərbaycan bayrağı. Çox sağ ol Fatimə, təşəkkür edirəm. Və mən sözü vermək istəyirəm Gülay Abbasovaya. Gülay bizə Çırpınırdı Qaradəniz əsərindən bir parça ifa eləmək istəyir. Buyur Gülay. Çox sağ ol Gülay, təşəkkür edirəm. Mən bütün tədbir iştirakçılarına öz minnətdarlığımı bildirirəm, öz təşəkkürümü bildirirəm. Hər biriniz çox sağ olun, var olun. Mənim təklifimi qəbul etdiniz və biz bugün birləşdik. Çox gözəl də alındı. Hər birinizə təşəkkür edirəm. Və biz Çırpınırdı Qaradəniz mahnısı hər zaman oxunanda qeyd edirdik ki, Türkün şanlı bayrağını Qarabağdan asacağız və o gün nəhayət ki gəldi, yetişdi və biz Azərbaycan bayrağını Şuşada astıq, Qarabağda astıq və çox şükür Rəbbimə. Çox sağ olun, minnətdaram hər birinizə.